Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu günləri imsaka və yaxud da iftara yeyə biləcəyiniz çox ləzzətli, yumuşaq Ramazan pidesinin hazırlanmasını paylaşıram. İzləmədə qalın. Bir qabın içərisinə 200 ml stəkanla 5 stəkan yarım unu ələkdən keçirdirik. Və daha sonra üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı yarım duz və 1 paket instant maya əlavə edib qarışdırırıq. Əgər siz başqa mayadan istifadə edəcəksinizsə, məsəl üçün yuva və yaxud da pak maya kimi mayalardan istifadə edirsinizsə, o zaman əvvəlcədən aparasını hazırlayın, amma instant maya ilə apara hazırlamağa ehtiyac yoxdur. 200 ml stəkanla 2 stəkan ilıq suyu da yavaş-yavaş əlavə edib xəmir yoğururuq. Xəmir çox yumşaq və biraz da ələ yapışan alınır, üzərini örtüb 1 saat isti bir yerdə mayalandırırıq. Mayalanmış xəmiri biraz yoğururuq ki, havası çıxsın və burada görürsünüz ki, xəmir biraz ələ yapışır, amma narahat olmayın, biraz yoğurduqdan sonra belə olmayacaq. Çox gözəl, elastik xəmir alınır və xəmirimizi 2 bərabər hissəyə kəsib kündələr edirik. Məndə hər kündənin çəkisi 577 qram alındı. Kündələrin üzərini örtüb ən azı 20 dəqiqə gözlədirik. Daha sonra hər kündəni ayrı-ayrılıqda yağlı kağız sərilmiş soba listinin üzərinə qoyuruq və indi də üzərinə sürtmək üçün qarışım hazırlayırıq. 1 ədəd yumurta sarısına 1 xörək qaşığı qatıq əlavə edib qarışdırırıq. Və bu qarışımı xəmirin üzərinə sürtürük. Bu cür elədikdə xəmirə forma vermək çox asan olur. Gördüyünüz kimi əllərimizlə xəmirin üzərindən basıb yastı formaya gətiririk. Qatıqla yumurta sarısını qarışdırdıqda çörək bişən zaman çox yaxşı qızarmasına səbəb olur. Və sonda da yenidən üzərinə yumurtalı qarışımı sürtüb, zövqə görə çörək otu və küncüt səpirik. İkinci xəmirlə də tam eynisini edib, 200 dərəcəli isidilmiş sobada üzəri qızarana qədər bişiririk. Və budur dostlar, çox ləzzətli, yumuşaq Ramazan pidelərimiz hazırdır. Siz də bu cür hazırlayıb imsakda nuş edə bilərsiniz. Əminəm ki, çox bəyənəcəksiniz. Allah tutduğunuz orucları, elədiyiniz niyyətləri qəbul etsin. Süfrəniz hər zaman bol ruzulu, bərəkətli olsun. Mənsə bugünlük sizlərlə sağollaşıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı da unutmayın ki, yeni çıxan videolarımdan hər zaman xəbərdar olasınız. Hələlik.